Onun ilk musiqi müəllimləri atası və əmisi Mənsur olur. Yeri gəlmişkən xatırladaq ki, böyük musiqiçi və gözəl, qayğıkeş müəllim olan Mənsur Mənsurov peşəkar ifaçılıq sənətinin inkişafında və istedadlı tarzənlər nəslinin yetişməsində müstəsna rol oynayıb. Müasir Azərbaycan tar məktəbinin banisi və tarda yeniliklər etmiş Sadıq Əsədoğlunun, yaxud sadəcə olaraq Sadıqcanın klassik ənənələrinin davamçısı, ehtiraslı təbliğatçısı Mənsur Mənsurov müəllimlik fəaliyyətinə çoxlu vaxt və qüvvət sərf edib. O 1922-ci ildə Üzeyir Hacıbəyov tərəfindən yaradılmış ilk Türk musiqi məktəbində və Bakı konservatoriyasında uzun illər dərs demiş, Atəş Zeynallı adına musiqi məktəbində muğamat sinifinə başçılıq etmişdir. Üzeyir Hacıbəyov, Cabbar Qaryağdıoğlu, Qurban Primov kimi samballı, mötəbər musiqiçilərin dərin rəğbətini qazanmış Mirzə Mənsur, istedadlı qardaşı oğlu Bəhramın da müəllimi olur. Bəhram hələ yeniyetməlik çağlarında incəsənətə və teatra böyük maraq göstərir. Orta məktəbdə oxuduğu zaman Bədii Fəaliyyət kollektivin fəal üzvlərindən biri kimi tanınır. Bakı Pedaqoji Texnikumunda oxuyanda da tələbələrin Musiqi Dram Dərnəyində tez-tez çıxış edir. O 1929-cu ildə texnikumu bitirirsə də musiqi aləmindən ayrıla bilmir. 18 yaşlı Bəhram müxtəlif konsertlərdə istedadlı tarzən kimi çıxış edir. Bir ildən sonra o, Yohannesyanın rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinə dəvət olunur. Bu kollektivin repertuarı xalq havalarından ibarətdir və musiqiçilər əsərləri notsuz çalırdılar. Bir qədər sonra Bəhram Mənsurov artıq Bakı radiosunun solisti olur. Üzeyir Hacıbəyov radioda Xalq Çalğı Alətləri Orkestri yaradanda Bəhram Mənsurov da ora cəlb edilir. Bu orkestrin üzvləri musiqi əsərlərini notla çaldıqlarından Bəhram da notu öyrənir. Şərq aləmində notla çalan ilk Xalq Çalğı Alətləri Orkestrində işləmək böyük şərəf olsa da, Bəhramı muğamatın ecazkar qüvvəsi özünə daha çox cəlb edir.
20-30-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrına başçılıq etmiş görkəmli bəstəkarımız Müslüm Maqamayev, gənc tarzən Bəhram Mansurova, onun ilhamlı çalğısına, muğamatın incəliklərinə dərindən bələd olmasına diqqət yetirir. 1932-ci ildə o, Bəhramı teatrın orkestrində çalmağa dəvət edir. Bu, incəsənətimizin tarixində ən uğurlu günlərdən biri idi. Gənc musiqiçi nəhayət təbiyyətinə, məqsədinə uyğun fəaliyyət meydanı tapa bilir. Opera teatrı da ən istedadlı və səhnəyə sadiq artistlərindən biri ilə fəxr etməli olur. Bəhram Mansurovun opera teatrında yarım əsrədək davam edən ilhamlı, məhsuldar işi bu həqiqəti sübut edir. O tarzən konsertmeyster vəzifəsində işlədiyi müddətdə getdikcə zəngin təcrübə toplayaraq nəhayət həssas və gözəl tarzənimiz Qurban Kirimovun layiqli davamçısı, varisi olduğunu göstərir. Leyli və Məcnun, Əsli və Kərəm, Şah İsmail kimi ilk operalarımız Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında uzun illər oynanılmışdır. Bu saysız hesabsız tamaşaların hər birində bütün yaradıcı qrupla baş rollarda çıxış edən müğənnilərlə eyni səviyyədə gözəl, yorulmaz tarzənimiz Bəhram Mansurov da öz ustalığını nümayiş etdirmişdir. Konsert fəaliyyəti də bu sənətkarın yaradıcılığında mühüm yer tutub. Hələ 30-cu illərdə Bəhram Mansurov konsertlərdə çıxış edər, solo muğamat çalardı. Bundan başqa sazandarlarla birlikdə Cabbar Qalyaqdıoğlu, Seyid Şuşinski, Zülfü Adgözəlov kimi xanəndələri müşahidə edərdi. 70-ci illərin əvvəllərində Beynəlxalq Müqayisəli Musiqişünaslıq İnstitutu Azərbaycan muğamatının, xüsusilə onun qədim formalarının dərin bilicisi kimi Bəhram Mansurovla maraqlanır. UNESCO-nun nəzdindəki bu institutun təşəbbüsü ilə mahir tarzənimizin ifa etdiyi muğamlardan ibarət qramofon valları buraxılır. Sovet İttifaqının və xarici ölkələrin bir sıra görkəmli alimləri, musiqişünasları Bəhram Mansurovla dostluq və yaradıcılıq əlaqələri saxlayırlar. Respublikamızın xalq artisti Bəhram Mansurov ömrünün sonuna dək Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində muğamatdan dərs demiş, zəngin biliyini, təcrübəsini şagirdlərinə verməyə çalışmışdır. Mahir tarzənimiz Bəhram Mansurov keçən il vəfat edib.